Herkese salam, yeni bir dərsə xoş gəlmisiniz. Bugün sizə zərfin dərəcələrini izah edirəm və bununla da artıq zərf mövzusu ilə yekunlaşırıq. Die Steigerungsstufen der Adverben. Zərfin dərəcələri dedikdə artıq bizim yadımıza sifətin dərəcələri düşür. Əgər o mövzunu yaxşı bilirsinizsə, bu mövzuda sizin üçün heç bir çətinlik olmayacaq. Deməli, alman dilində zərfin 3 dərəcəsi var. Birinci, adi dərəcə heç bir şəkilçi qəbul etmir. İkinci, müqayisə dərəcəsi, şəkilçisi və als dann nisbətən bağlayıcısı ilə düzəlir. Üstünlük dərəcəsi isə am, adverb plus isten, yəni zərf plus isten şəkilçisi ilə düzəlir. Aşağıda cədvəldə verilmiş nümunələrə baxaq. Biz bəzi sözləri sifətdən bilirik. Bəzi sifətlər var ki, onlar deməli dərəcələnərkən kökdən dəyişir. Keçən dərslərimizin birində qeyd etdik ki, əgər sifət özündən sonra isim gələrsə, o söz əsas nitq hissəsi olaraq sifətdir. Yox, əgər o sözdən sonra feil gəlirsə, yəni o söz hərəkətə aid olursa, burada artıq əsas nitq hissəsi olaraq zərfdir. İndi baxaq, bald, tezliklə zərfi adi pozitiv dərəcədə elə bald olaraq qalır. Müqayisə dərəcəsində, yəni komparativdə isə artıq kökdən dəyişir. Olur, üstünlük dərəcəsində olur, am esten. Gern, həvəslə, müqayisə dərəcəsində olur, lieber, üstünlük dərəcəsində olur, am liebsten. Çox, pozitiv, adi dərəcədə olur, viel, müqayisə dərəcəsində olur, mehr, üstünlük dərəcəsində olur, am meisten. Wenig, pozitiv, adi dərəcədə az, müqayisə dərəcəsində olur, minder, üstünlük dərəcəsində olur, am mindesten. Gut, yaxşı, müqayisə dərəcəsində olur, besser, üstünlük dərəcəsində olur, am besten. Oft, tez-tez, pasiv dərəcədə olur, oft, komparativ dərəcədə olur, öfter, oder häufig, superlativ dərəcəsində olur, am öftesten, oder häufigsten. Yəni, hər ikisi istifadə oluna bilər. Schnell, sürətli, adi dərəcədə, müqayisə dərəcəsində olur, schneller, üstünlük dərəcəsində olur, am schnellsten. Schnell zərfi gördüyünüz kimi kökdən dəyişmədi. Müqayisə dərəcəsində schnellin kökünə şəkilçisi əlavə olundu. Oldu schneller. Üstünlük dərəcəsində isə am, schnell plus isten. Schnell nə idi? Zərfdir də. Am adverb plus isten. Am schnellsten. İndi gəlin nümunələr içərisində istifadə olunmasına baxaq. Pozitiv adi dərəcəyə aid nümunə. Bu tələbə almanca yaxşı danışır. Yaxşı əsas nitq hissəsi olaraq sifətdir. Ancaq yaxşı danışır. Yəni yaxşı qız burada artıq sifətdir. Amma yaxşı danışır. Burada artıq yaxşı əsas nitq hissəsi olaraq zərfdir. Niyə? Çünki feilə aiddir. Dieser Student spricht gut auf Deutsch. Deməli, gördüyünüz kimi gut burada adi dərəcədə oldu. Yəni heç bir şəkilçi qəbul etmədi. Komparativ müqayisə dərəcəsinə baxaq. Bu tələbə o tələbədən daha yaxşı almanca danışır. Görürsüz, biz nə edirik? Bu tələbə ilə o tələbəni müqayisə edirik və birinin digərindən üstün olduğunu deyirik. Bu zaman biz zərfi və yaxud da sifəti nə etməliyik? Müqayisə dərəcəsində işlətməliyik. Bu zaman deyirik ki, dieser Student spricht besser, hansı ki yaxşıdır, daha yaxşı. Gutun komparativ forması olurdu besser. Besser als jener Student auf Deutsch. Bu tələbə o tələbədən daha yaxşı almanca danışır. Besser
daha yaxşı. Ice'dan dən, tələbədən. Və yaxud digər nümunə, bu at ağ atdan daha tez qaçır. Bu atla ağ atı müqayisə edirik və bu atın ağ atdan daha tez qaçdığını vurğulayırıq. Bu zaman deməli biz müqayisə dərəcəsindən istifadə edirik. Müqayisə dərəcəsi əgər zərfimiz kökdən dəyişirsə, bunları əzbər bilməliyik. Yox, kökdən dəyişməyən zərfdirsə, bu zaman ayaq şəkil əlavə olunur və cümlə daxilində birini digərindən müqayisə ediriksə, ice nisbətən dan-dən bağlayıcısından istifadə edirik. Dieses Pferd, bu at, läuft, qaçır, schneller als das weiße Pferd. Ağ atdan. Bu at deməli ağ atdan daha tez qaçır. Dieses Pferd läuft schneller als das weiße Pferd. Bu oldu bizim müqayisə dərəcəmiz. İndi üstünlük dərəcəsi isə ən yüksək dərəcədir. Mən şokoladı yeməyi ən çox sevirəm. Yəni ən çox sevdiyim şey nədir? Şokolad yemək. Ich esse Schokolade am liebsten. Liebsten forma gern. Həvəslə zərfinin üstünlük formasıdır. Ich esse Schokolade am liebsten. Deməli bizim am liebsten forma aiddir feilə. Essen yemək feilinə. Bu tələbə alman dilində ən yaxşı danışır. Nə eləyirik? Bu tələbənin alman dilində yaxşı danışmağını üstünlüyünü göstəririk. Yəni tələbələr içərisində bu tələbə ən yaxşı almanca danışan tələbədir. Dieser Student spricht am besten Deutsch. Yaxşı, gut, üstünlük dərəcəsində olur. Am besten, ən yaxşı. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.